hamınızı salamlayıram, bayram münasibətilə təbrik edirəm. Bugün bildiğimiz gibi Beyləqan rayonunda Mədəniyyət və İstirahət Parkında bugün möhtəşəm bir Novruz Festivalı keçirilir. Gözəl bir-birindən gözəl nömrələr Novruz bayramı təşkil olundu və Beyləqanın ictimaiyyətini demək olar ki, hər bir oradaydı, iştirak edilər və Novruz bayramı ərəfəsi başlayandan biz çərşənbələrdə, bax belə kəndlərdə belə Novruz tonqaları yandırıb, bayram havası yaradıb və cəmaatla bir yerdə Novruz şənliyi keçiririk. Nə xoşbəxt bu günə ki, Dünyamanlar cəmaatına ki, axırıncı çərşənbəmizi, yəni 4-cü torpaq çərşənbəsi burada Dünyamanlar kəndi Ərvana Şirinov adına bir nömrəli tam orta məktəbin həyatına keçiririk. Mənzərinizlə, bu gözəl gündə tonqalımızı yandıran, bu gözəl musiqi ilə, bayram şənliyinə bir ad-hava qədər gözəl.